Abart vlogunun növbəti hissəsi ilə qarşınızdayıq. Bu günləri çox maraqlı bir işimiz var. Belə göstərim ki, interkullerimiz gəlib. Sifariş vermişdim. Yanvarda sifariş vermişdim. İndi gəlib çıxdı hələ. Quraşdıracaq indi bunu. Bu fərin sökülməsi ilə başlayırıq hələ ki. Maşını stage 2 elədik, amma ki temperaturla əlaqədar aşıbqalar gəlirdi. Məlum məsələ olduğu kimi interkuller dəyişməlidir. Çünki zavod interkulleri soyutmağı çatdırmır, temperatur aşıbqası verirdi. Interkullerin çıxışındakı havanı normal görmürdü. Onun gibi interkullerimizi sifariş vermişdik, gəldi artıq. Bir dənə tam ətraflı üstünə yığaq. Bu fer sökmə ilə başlamışıq. Bütün prosedurla ümumi tanış edəcəm hamınızı. Bu feri çıxartdıq. Interkullerimiz bu formadadır, yandadır, hər iki tərəfdədir. Balaca interkullerlərdir. O da soyutmağı çatdırmır. Onların da ümumi turbası alt hissədən gəlir. Belə göstərim. Onlar hamısı ləğv olunmalıdır. Bütün hamısını almışıq. Dəmirlər buradadır. Plastik hissələrdə, yəni daha doğrusu boruları da hamısı maşın bagajındadır. Onlarla əvəz olunacaq. İlkin etapda bunları sökməliyik üstündən. Sağ-sol interkullerin ikisində. Sökməyə başlayaq. Interkullerləri söktük. Gördüyünüz kimi interkullerləri ölçü olaraq sizə deyim ki, bu hal-hazırda qoyduğumuzun belə göstərim sizə. Hələ bundan sonra biri də bu ölçü ilə yanına gəlsə, hələ bir interkuller, yəni zavod interkullerin birini də əlavə eləsək, hal-hazırda qoyduğumuz sport interkullerin ölçüsündə olacaq. Belə göstərim. Demək olar ki, işlər bitib, turbodan, girişdən artıq birləşdirmişik. Interkuller hazır vəziyyətdədir. Digər tərəfinin də indi içərdə işləri var. Oradan məsəl üçün yeni xortumlar falan çəkilməlidir alt hissəyə. Interkullerin digər ucu da gəlib birləşdiriləcək. Tam hazır vəziyyətin yığaq, o formada göstərim sizə. Interkuller tam istədiyimiz kimi oturmadı. Onun üçün gətirmişik Vüsalın yanına. İndi gedirik zapçaslar almağa. O plasmas boruları var idi, qırmızılar. Onların yerinin hamısına birbaşa Nerjavikadan yığılacaq interkuller. Zapçasları alaq, danışarıq. Bəli, lazım olan əsas zapçaslar bizə bunları idi, aldıq bunları. Borularımız da buradadır. Uzundur, indi Vüsal hamısını kəsib həll edəcək, sağ olsun. Özü də buradadır, iş başındadır. Əsas məsələ, sağ olsun, interkulleri çox səliqəli vəziyyətdə kranşteyn düzəltdi 2 dənə buna. Otuzdurduq interkulleri öz yerinə. İndi əsas məsələ nədir? Havanın girişdir. Daha doğrusu interkullerin çıxışından birbaşa kollektora gedən yoldur. Bura bir dənə həmin Nerjavika turbadan düzəldəcək ki, artıq heç olmasın maşında, bu ferdə tam otura bilsin. Eyni məsələdə buradadır. İçəri hissədən baxsaz, qırmızı borudan gəlməlidir, girməlidir bura. İndi onları hazırlayacaq. Bu interkuller quraşdırılandan sonra ən aktual problem elə buferin oturmamağıdır. Ona görə də mümkün qədər çalışacaq ki, buferimizi kəsmədən nəsə düzəldə bilək bura. Bəlkə də soruşacaqsınız, şiveller niyə bu gündədir? Evropeka bufer qoyanda Evropekanın şivelleri qısa olur. Amerikankançı isə bura qədər uzun gəlir. Və Evropeka bufer oturmur buna. Ona görə də şivelleri bu formada kəsib otuzdurmuşuq bufer axır məcbur. İşimiz davam edir. Qısa-qısa fragmentlərinin hamısı ilə sizə tanış edəcəm. Detallarımız artıq hazırdır. Bu interkullerdən çıxışdır. Bu isə interkullerə giriş olan hissəsidir. Yəni əlavə ortada heç bir calaq falan olmayacaq. Birbaşa xamutla sıxılıb bağlanacaq. Hazır detallarımızı usta qəşəng cilaladı. Maşın üstündə səliqəli görsənmək üçün.
Uстановkaya görə ondan sonra nə göstərəcək. Artıq tam hazır vəziyyətdə. Hazırlanan detallar üstünə quraşdırıldı. Sərgəli vəziyyətdə. Eyni formada da burada. Əvvəl buradan çıxıntı ilə gəlirdi. Bizim qoşduğumuz kapronla çıxıntı formasında gəlirdi. Ona görə bufer ilişirdi. Yəqin ki, ilişməyəcək. Həm də məncə belə çox daha sərgəli formada görsənir. Vüsal, sərlərə sağlıq. Sağ ol. Bufer əsas oturacaq görə nə formada olacaq. Bir daha salam, hər vaxtınız xeyir olsun. Buferi Vüsalın yanında nə qədər elədik, otuzdura bilmədik. Çünki interkuller çox mane olurdu. Artıq amma maşınımız hazırdır. Göstərmək istəyirəm sizlərə. Gördüyünüz kimi interkuller yerində maşının buferini tam formada otuzdurduq. Onun üçün dumanlar dediyim kimi ləğv olunmuşdu. Arxa hissəsinə belə bir qapaq əlavə elədik ki, bilinməsin. Buferin iç hissələri yonuldu və interkuller tam öz yerinə oturdu. Maşının zazorları hamısı öz yerində. Bu qədər. Növbəti vloqumuzda görüşmək ümidi ilə hələlik.